Davam edirik. İntensiv yağış nəticəsində paytaxt yollarında hərəkət son dərəcə çətinləşdi. Paytaxtımız Venesiyanı xatırlatdı. Bəzi körpü və tunellərdə hərəkət ümumiyyətlə bir müddət dayandı. Aidiyyatı qurumların əməkdaşları dərhal gücləndirilmiş iş rejiminə keçib, yollardan suları çəkməyə başlayıb. Axşamdan yağan güclü yağış paytaxt yollarında bəzi problemlərə səbəb olub. Elə Bağırov körpüsünün altında da yağış suları dolub. Nəticədə avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bu istiqamətdə gələn yollar səhər saatlarından bağlanıb və aidiyyatı qurumunun əməkdaşları əraziyə cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yağış sularının çəkilməsi üçün əraziyə nasoslar quraşdırılıb. Avtomobillər üçün nəzərdə tutulmuş yeraltı keçiddən suyun çəkilərək kənarlaşdırılması və hərəkətin bərpa olunması istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir. Görülən tədbirlər nəticəsində bir neçə saatdan sonra Bağırov körpüsünün altında tuneldə hərəkət bərpa edildi. Yağan yağışlar nəticəsində Sabunçu tunelində də vəziyyət çətinləşib. Tunel demək olar ki, yarıya qədər su ilə dolub. Əraziyə Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları yolun bir hissəsini bağlayıb və sürücülərə şəhər istiqamətində getmək üçün alternativ yollar göstərir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları isə nasoslar vasitəsilə suyun çəkilməsi istiqamətində işlər görür. Analoji hal Sabunçu dəmir yolu vağzalının qarşısında da baş verib. Yağış suları yola dolduğundan avtomobillərin hərəkətində çətinliklər yaranıb. İnsanlar isə yolun digər hissəsinə keçə bilmir. Hətta bəzi avtomobillərin motoru suyun ortasında sönüb. Gəmiz demək olar. Nağaraq qardaş, gəlir yolundan buradan qayıdıb səhəri az yer qayıdıq. Avtobuslar hamısı qalır yuxarıda. Minmək düşmək olmur. Avtobus yuxarıda saxlayır, yuxarıdan aşağı düş, gəl, get. Digər küçə və prospektlərdə də yağış suları sürücülərə çətinlik yaradıb. Gün ərzində Daxili İşlər Nazirliyinin əməkdaşları da qeyri-sabit hava şəraiti ilə əlaqədar gecə saatlarından başlayaraq zəruri tədbirlər görüb. Yollarda hərəkətin tənzimlənməsi üçün fasiləsiz xidmət təşkil edilib. Qaradağ rayonunda qəza zamanı ölümlə üzləşən sürücünü polis xilas edib. Paytaxtla yanaşı ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür. Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir. Daxili İşlər Nazirliyinin əməkdaşları həmçinin mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlara çevik reaksiya verərək vətəndaşlara zəruri kömək göstərib. Əkbər Əlizadə, Farid Cəlloğlu, Əhməd Məmmədov, ATV Xəbər.